günahı çağırmır. Amma günahkarlarla otursan yadva düşə bilər, təzədən eləyə bilərsən. Diqqət elədin. Ya o məclislərə getsən, yenə də eləyə bilərsən. Gözən biri pis vərdişə tövbə edib, deyir eləmirəm. Evində oturub, eşiyində oturub, nə bilim filan. Amma bizdən o adam ki, o adamla o vərdişi icra eləyirdi, birdən üzböz gəldi, yadına düşdü. Yadına düşdü, eləmək istəyir. Çünki zəmin hələ qalıb. Sönük şəkildədir, aktivdir amma. Aktivdir. Əzzallahımızı deyim, müğayət ol. Əzzallahımız deyim, müğayət ol, ehtiyatlı ol. Amma bir pillə keçəndən sonra qabağa, bir pillədə Allah örtdü, yukəffir, örtüb. İçindədir zəmin qaranı. Bir pillədən sonra deyir, innəl həsənat yuzhibnəs seyyiat. Bir müddətdən sonra gəlirsən bir yer gətirir ki, Allah içindəki günahı məhv edir. Aha, bəh. Məhv edir. Tabi zəmin də yoxdur. Allah tikanı kökündən çıxardıb atıb bayra. Hərdən ki, tikan çıxanda görsən vurursan, ha? Tikan ki, çıxdı, vurdun. Düzdür. Amma kökü qalıb da 10 gündən sonra yenə çıxır. 10 gündən sonra yenə çıxır. Birinci mərhələdə Allah elə üzdən vurmuşdu. Üzdən vurmuşdu, Allah ona görə elə eləmişdi. Sən elə o cürünə attın, Allah da üzdən vurdu. İkinci mərhələdə tikanı kökündən çıxardıb atır bayra. Allahdan bunu istəyəsən. İlahi, qəlbimdə olan rəzilət toxumları ki var, kök salıblar artıq qəlbimdə, özün öz məhəbbətinlə onu kökündən çıxart, at bayra, ya Rəbbəl aləm. İnnəl həsənat yuzhibnəs seyyiat. Belədir Allahın işi. Gəlib çıxardar, atar bayra. Amma daha çıxardıb atıblar, belə özündən çox razı olma ya. Belə özündən çox belə arxayın gezmə. Sabah ola bilər ki, onu birinci dəfə əkən şeytan, səpən şeytan yenə səpsin. Nə zaman səpər, bir dənə mötərizə açım sizə. O zaman ki, başladın özündən razı olma. İndi özün çəkilmirsən o günahdan, görürsən bir nəfər hələ o günah eləyir. Gəlirsən başdan özündən danışma. Qardaşın gördün necə çəkildi o günahdan? Nə var ilişib qalmısan? İstehza edir indi. Qardaşın 20 il idi, elə idi. Gördün necə atdı? Qardaşın, hələ bunu deyən kim qardaşla getdi. Orada get Allaha söykəndi. Demə qardaşın gördün nədən? Görürsən Allah qardaşa lütf elədi. Rəbbi əlindən tutdu. İndi deməli söz kimi bunu deyəsənə, ən azı bunu anla da. O cür danışan insan bu cür anlamayıb məsələni. Görünən bu da elə bir özü çıxıb. Çıxardıblar onu bataqlıqdan, onu görmür, çıxdığını görür. Sən götürüb atıblar bayra. O bataqlıqdan, onu görmürsən sən. Sən indi görsən ki, mən bataqlıqda deyiləm. Bura baxırsan. Belə də öyrənəndən sonra bilsən nə olur? Rəhmət çəkilir. Bu da bir qaydadır, sünnədir. Rəhmət azalan kimi o bataqlıq yenə səni gözləyir. O bataqlıq yenə səni gözləyir. İndi bir dənə sizə dua deyirəm. İnşallah bu duanı eləyin. Allahümmə, mənim Allahım, la vəfa li tövbə illa bi ismətikə. İlahi, mən tövbə eləmişəm, demirəm tövbə eləməmişəm. Amma o tövbəmdə vəfalı qalmağım üçün sənə ehtiyacım var. Mənim əlimdən tut. Sən mənə qoru. İlahi, biz bu Ramazan ayında nə qədər tövbələr elədik? Qədir gecələrində. Ya Rəbbəl aləm, özün əlimizdən tutal. Özün əlimizdən tut. Hər iki mənada, həm birinci mənadakı günah hələ vücudumuzda zəmin olaraq qalıb, bu mənada əlimizdən tut ki, o aktiv olmasın. İki, ilahi, əgər köklü şəkildə çıxardıb atmısansa bayra, yenə əlimizdən tut ki, şeytan o toxumları səpməsin. Yenə əlimizdən tut.